Amerik qardaş. Qardaş, mən yetimçiliklə böyümüşəm, oxuya bilmirəm, məktəb oxumamışam. İnanırsan bizi də elə deyil, problem yox. Yox, pul istəmirəm. Mən müayinədən keçmişəm, pulsuz müayinə edilir. Bir də prosta oxuya bilmirəm deyə, bir dənə bunu oxuyub deyə bilərsiniz, yəni müayinə nədir? Həkimə nə qədər dedim, dedi ki, yox, get özün oxuma, dedim, oxuya bilmirəm axı mən. Yəni, çox qorxulu bir şeydir, yəni. Həkimə dedim, bəs siz məlumat verməlisiniz axı. Dedi, yox, mən dedi, kağız üzərində dedi, yazıb verirəm, siz özünüz dedi, oxumalısınız. Mən də biraz qorxdum ki, görəsən nədir bu yəni. Başdan oxuya bilərsiniz, mən də eşidəyim. Rəqəmləri oxuya bilirəm, 8 ilə 6. Bu ağır xəstəlikdir. Belə Çox. Şey də demək olmaz birdən-birə. Nə xəstəlikdir ki, yəni. Deyir ki, yəni, ən çox beynəlxalq xəstəliklərdə 6 ay, 8 ay yəni yaşama olur. Mənim diaqnozuma onu qoyublar. Bir şey olmaz. Yox, onu mənim diaqnozuma qoyublar. Az ömrü. 8 ay qalıb. Narahat olma. Allah hərə bir ömür verir də. Allah ömür verirsə sən yaşayarsan. Yox, həkim diaqnozu qoyubdu da. Yox, həkim hər şey deyir ki, hər şey Allahın əlindədir. Özü də arxdırma. Neçə ay deyir qalıb ömrümə. Yox, ömrün qalıb yox. Ömrü Allah verir sənə. Ömrü Allah verir. Həkim kimdir ki, həkim təqrib edir ki, yəni beləncə olur. Allah sənə ömür verəndən sonra yəni yaşayarsan. Yəni Allah istəsə elə yaşa. Və həkim diaqnoz qoyub axı. Həkim qoyur, həkim deyirsən, deyir ki, sabah öləsən. Allah sənə ömür verəndən sonra yaşayarsan. Orada nə yazır ki? Sən Allahdan ümidi kəsmə belə. Dua elə. Çox pis xəstəlikdir, yəni nə... Beyində də deyir. Beyində deyir, törəmələr var. Az qalıb deyir ömrünə. 6-8 ay deyir. Qalıb yox. Deyir, yəni ən çox bu xəstəliklərdə 6-8 ay yaşır. Qaqan, pis olmayıb. Səbr eləmək lazımdır. Səbr elə, belə olmur. Yox, ömrüm az qalıb, orada mən nətər səbr edeyim. Allah köməyin olar inşallah. Mən ömrüm az qalıb, mən ömrüm az qalıb. Allahdan ümidi kəsmə, qardaşım. Yaxşı olar hər şey. Valla nə deyək, belə qalıb belə, yəni, nətər deyim sən? Bilmək olmaz. Yəni Allah sabır ömür verirsə, tək sən deyilsən. Yəni hamıda bu problem. Yəni Allahdan ümidi kəsmə. Dua elə, Allah kömək olar sənə. Yəni bir şey olmaz. Onsuz da özüm də yetimçiliklə böyümüş adamam, çöllərdə qalıram. Biz də vallahi yəni. Yetimlər evindən çıxandan sonra 18 yaşdan sonra çıxartdılar, tulladılar çölə. İndi belə ömür az qalıb, yəni. Allah kömək olsun. Yəni pis olma. Allah ömür verir. Kasıba da eyni ömür verir, barıya da fərqi yoxdur. Sənə beləncə ömür verib, xəstəlik bəlkə müvəqqətidir. Həkim deyir ki, belədir. Allahın əlindədir hər şey. Allah elə elə bilər ki, sabah Yox, əlbəttə ki, Allaha canın fəda olsun. Yəni əsas ki, hamının canı, bizə canı Allah verib, Allahdan nə vasitəsi alacaq. Əlbəttə ki, elədir, bilirəm. Əsas yəni Allah axirətimizi gözəl eləsin. Əlbəttə ki, elədir. Yəni əsas dünya həyatı yəni gəldi, gedərdi, amma biraz çətin gəldi insana. Biz də heç bilmirik ki, məsələn, bəlkə indi həkim sənə deyib ki, belə düzdür. Bəlkə sən bizdən çox yaşayırsan. Bəlkə bizə nəsə olacaq dində. Bilmək olmaz. Mən yəni bir ilim hələ bu. Mən özüm futbolla məşğuldum, burnum qırıldı. Mənim dostum var ki, Allah kömək olsun. Qəşəng futbol oynayırdı. Ciyərində problem çıxdı birdən-birə. Allah kömək olsun. Çox sağ ol. Sənlə baxın. Hamı da olur, tək sən deyilsən. Sağ olun qardaşlar. Yəni Allahdan ümidi kəsmə, duaları elə, bizim də dualarımız sənədir. Təşəkkür edirəm, minnətdaram. Salam Mülük qardaş. Qardaş, mən məktəb oxumamışam. Tipdən müayinədən keçdim. Bir dənə bunu oxuyub deyə bilərsiniz nə yazılır? Burada yazılıb ki, Azərbaycan Respublikası Baş Dövlət Regional Xəstəxanası keçirilən tibbi müayinə əsasında xəstənin baş beynində törəmə O nə demək, çox qorxuludur. Yəni həkimə dedim, həkim də oxumadı. Deyir ki, O nə demək ki, qardaş, çox qorxuludur. Yəni
Yox, dəqiq, narahat. Orada rəqəmləri oxuya biləm. 8 6 yazıb amma hərfləri oxuya Yox, bilmədim. bu 6-8 ay qardaş, o deməkdir ki, yəni 6-8 aydan bir yoxlanışa getməlisən. Bu həkimə dedim məlumat verməlisiniz. Həkim oxumadı. Yəni çox qorxulu bir şeydir o. Yox, qaqa, sən Yox, Yəni, nə deyim? hansı xəstəxanaya getmisən sən? Bu tibb mərkəzi var orada. Prosta pulsuz müayinə edirlər yetimlərə, kimsəsizlərə. Mən də getdim müayinə olun. Çox pis şey yazıblar. Yox, qaqa, narahat olma. Və həkim demədi axı mənə. Ne həkim nəsə deməyib o bilmirəm. Narahat olma. 6-8 ay o deməkdir ki, yəni O nə? 6-8 aydan bir Və deyir orada oxudu, başda törəmə var. O çox pis şeydir, yəni. Yox, qaqa, prosta müalicəni vaxtında yerinə yetir. Nə yazıblar? Dərman zat yazıblar sənə. Yox, müayinədən keçdim, yəni müayinənin nəticəsini verdilər. Bununla bir dənə də bunu verdilər. Dedim həkim, deyin nə qədər elədim, dedi vaxtımız yoxdur, get özün oxu. Mən də dedim ki, bu beyindədir, beyin şeyidir. Bəli. Mən də dedim yetimçiliklə böyüyən adamam. Mən onu oxuyamıram, oxumam yoxdur. Yəni Yox, hayır. Narahat olma, özünü qoru biraz. İşləyirsən fərləsən. orada burada nə olsa belə də, yəni yetimçiliklə Özünü qoru, çox özünü gücə salma. Gələcək bir dənə o həkimin yanına görə o həkim. Yox, həkim bu. çox qorxulu bir şeydir, Yox, yəni. narahat olma. Yəni Elə çox qorxulu şey deyil, prosta özü qoru. elə Çox hər şeyə, nə bilim, özünü naqruskaya salma. yəni Nətər deyim, yəni vaxtında müalicələrinə Elə. yerinə yetir, elə də çox. yəni heç qorxulu bir şey yoxdur ki, yəni. Yox. Sağ olun. Allah razı olsun. Sağ ol. Qardaş pis olub, o. O qara köynəkli idi. Necə? O pis oldu. O pis oldu. Bir dəqiqə gəlin də. Qardaş, YouTube kanal çəkilişdi, sosial eksperiment kameramıza əl elə. Zəhmət olmasa. Allah razı olsun, sən həqiqətən pis oldun. Yəni mən onu gördüm, yəni. Sən çox pis oldun. Yəni görürəm. Allah razı olsun, təşəkkür edirəm. Yəni biz eksperiment keçirik. Yəni belə bir insanı, ömrü az qalan insana görən reaksiya nə olacaq? O da yəni həqiqətən yəni əsl reaksiya sizin reaksiyaydı. Yəni nə istərsiniz siz? Yəni bilmirəm, siz çox pis oldunuz, oxumadınız. Mən yox. Yəni bir insanın ömrünə 8 ay, 6 ay qalsa, o həmin insanın reaksiyası necə olur? Onu nətər oxuyar? Allah razı olsun. Siz də yəni psixoloji cəhətdən dediniz ki, narahat olma, heç nə ola yoxdur. Yəni həqiqətən əsl reaksiya idi. Yəni Allah razı olsun. Təşəkkür edirəm. Minnətdaram. Xala bir dəqiqə olar sizi. Xala. Xala. YouTube kanal çəkilişdi, sosial eksperimentdir ki, görək reaksiyanızı pis oldunuz bilirəm. Kameramız orada, dəlil kameramıza. Sadəcə insanların reaksiyasını yoxlamaq istəyirik. O da siz oxudunuz ki, ömrü az qalıbdı. Onu görə demədiniz bilirəm. Allah razı olsun. Sağ olun. Təşəkkür edirəm. Amma bizə dəqiqə olar. YouTube kanal çəkilişdi, sosial eksperiment kameramıza əl eləyin. Yəni biz bilirik burada nə yazılıbsa, Allah razı olsun bu gözəl ürəyinizə görə. Allah razı olsun. Həqiqətən siz kimi gözəl insanlarınız var. Təşəkkür edirəm. Minnətdaram. Bu YouTube kanalı çəkilişdi, sosial eksperiment kameramız oradadır. Sizin adınız nə oldu? Kameraya əl eləyərdiniz. Sizin adınız nə idi? Rəşadət. Mənim adım Teymur Novruzov. Teymur Novruzov, lap yaxşı. Nə hisslər keçirdiniz? Yəni bilirəm burada. Hisslər keçirdik və bütün biz danışamadım. Mən danışan çox insan var. Üstüm Allah tutsun. Mən o şeydən vaxtdan əsas elədim ki, qorxdum ki, nətər deyəcəm ki sənə. Biraz çətindir, bəli. Allah razı olsun. Çətin döyləyi nədir? 6 ay nə demək istəyirsən? Mən bir il olub oynamaq, sonra sən də əzab çəkmək, yəni hiss yaşamışam deyə həqiqətən çətin. Çox oldu, belə pis oldu. Mənim burnum qırıldı. Adam sən də indi də ətim ilməşrik. Doğrudan deyirəm yəni. Allah razı olsun. Haqqınızı halal edin. Təşəkkür edirəm. Bir il əziyyət çəkdim. Mən bir il elə yerdə oynaya bilərdim amma qismət nə deyil. Qismət. Allah razı olsun. Təşəkkür edirəm. Minnətdaram. Haqqınızı halal edin. Sağ ol. Allah razı olsun.